Salam, hər vaxtınız xeyir olsun. Mən Həvva Zamirli, FES Akademiyanın Azərbaycan Dil və Ədəbiyyat müəllimi. Bu videoda sizə blok imtahanına dəstək məqsədi ilə növbəti sınavın izahını təqdim edirəm. Həmişə olduğu kimi, əvvəlcə linkə daxil olub sınağı işləyib, ondan sonra izahı ilə tanış olsa sizin üçün daha faydalı olar. Vaxt itirmədən keçək birinci sualın izahına. Hansı cümlələrdə isimləşmiş sifət işlənib? Ucaboylular ön sıraya düzülmüşdülər. Ucaboylular cəmlənib və cümlədə mübtəda olduğu üçün isimləşib. Orxan evdəkiləri həyətə səslədi. Cümlə özü kimi tamamlıqdır və cəmlənib, təsirli yavşaq hicsi qəbul edib, deməli isimləşib. Gecikənlər feili sifət olduğu üçün götürmürük. Xəssisdən qışda buzalmaq olmaz. Sifət çıxışlı hal qəbul edib, cümlədə tamamlıq olub və isimləşib. Sonra, gözəllik, sevgi, bu sözlər isimdir, sifət deyil. Ona görə də burada da isimləşmə yoxdur. Cavab olacaq 1, 2 və 4. Növbəti sualın izahına baxaq. Bu söz onun ağzından çıxmışdı ki, doğrudan da bir möcüzə oldu. Cümləsinin təhlili ilə bağlı düzgün fikirləri seçin. Həm baş, həm də budaq cümlənin xəbəri şuudi keçmiş zamandadır. Burada çıxmışdı, mış nəqli keçmiş şəkilçisidir. Deməli, ona görə bir səhvdir. Zaman budaq cümləli tabeli mürəkkəb cümlədir. Bəli, budaq cümlənin əvvəldə gəldiyi zaman budaq cümləli tabeli mürəkkəb cümlədir. Bu doğrudur. Baş cümlədə qəlib söz işlənmişdir. Baş cümlədə qəlib söz yoxdur. Ona görə çıxırıq. Əvvəl budaq, sonra baş cümlə işlənib. Bu da doğrudur. Budaq cümlə baş cümləyə ki bağlayıcısı ilə bağlanıb. Bu da doğrudur. 2-5 sualının düzgün cavabıdır. Uyğunluğu müəyyən edin. Hadisələr ardıcıl baş verir, eyni zamanda baş verir, səbəb-nəticə əlaqəsi var. Deməli, variantlara baxaq. Qasırğa oldu, rayona ciddi ziyan dəydi, səbəb-nəticə əlaqəsi var. A-nı yazacağıq 3-ə. Babasının məsləhəti ilkinə təsir etdi, o daha yalan danışmayacağına söz verdi. Deməli, burada da səbəb-nəticə əlaqəsi var. Nəsihəti təsir edib ki, yalan danışmayacağına söz verib. Deməli, B-ni yazırıq 3-ə. Babasının məsləhəti ilkinə, bunu dedik, küçələr abadlaşır, parklar salınırdı. Eyni zamanda baş verən hadisələr olduğu üçün C-ni yazırıq 2-yə. Maşın dayandı, qara paltolu cənab maşından düşüb bizi salamladı. Bunlar ardıcıl baş vermiş hərəkətlərdir. Aralarında səbəb-nəticə əlaqəsi yoxdur. Günəşin şüaları yayılır, hər tərəfi isidirdi. Günəşin şüaları mübtəda, yayılır xəbər, isidirdi xəbər. İki xəbər hər ikisi eyni mübtədaya tabidir. Və ona görə bu cümlədə həmcins xəbərli sadə cümlə var. Mürəkkəb cümlə yoxdur. Xəbərlər öz aralarında tabesizlik əlaqəsi ilə bağlanıb. Belə. Demək olacaq 1D, 2C, 3A, B. Dördüncü sualın izahına baxaq. Yalnız sadə sözlərdən ibarət cərgə. Bağışlamaq sadə, oxşatmaq, düzəltmə. Oxşamaq, oxşatmaq, güləşmək, düzəltmə. Daha doğrusu sadə. Bir düzəltmə söz var burada. Ona görə də cavabımız olmaz. Sarsıntı sadə, dağılmaq sadə, sevinmək sadə. Cavabımız elə olacaq B variantı. C-də yenə oxutmaq düzəltmədir. D-də ani düzəltmədir, ələk düzəltmədir. E variantında hissi, idraki sözləri düzəltmədir. Cavabımız oldu B variantı. 5-ci suala baxaq. Neçə sözün başlanğıc forması açıq saitlə bitir. Ağacdakı sözünün başlanğıc formasıdır. Bu ağacdakı, deməli, ağacdakı sözü qapalı saitlə bitir. Bu olmaz. Oğurlamaq sözün başlanğıc forması oğurla. Açıq saitlə bitir, doğrudur. Qaralama sözünün başlanğıc forması burada bitir və açıq saitlə bitir, doğru. Mədəniyyətlər arası bütövlükdə başlanğıc formadadır bu söz və qapalı saitlə bitir. Bunu çıxırıq. İstisnasız bütövlükdə başlanğıc formadadır və samitlə bitir. Ona görə də cavabımız olacaq 2 dənə. Hansı cümlədə feili sifət işlənib?
Demək, ürək kövrəkləşir sən oxuyanda. Oxuyanda sözü anda əndə feili bağlamadır. Nə zaman? Hər ikisində o mənadadır. Hər ilin mart ayında soyqırımı qurbanları anılır. Mart ayında. Burada ümumiyyətlə feili sifət, feili bağlama yoxdur. Tərtər çayı nə zamandan, hansı çılğın bir tufandan qaynayışın başlar sənin? Burada da ümumiyyətlə təsriflənməyən feil olmadığı üçün cavab ola bilməz. Deyingən adam, deyingən burada sifətdir. Demək, leksik şəkilçi ilə düzələn sözdür. De, deyin, deyingən. Bu ola bilməz. Bayaq şeir söyləyəndə xüsusi istedad var. Burada da əndə var, A variantında da anda əndə var idi. Bunların fərqi ondadır ki, Y-dəki söyləyəndə sözü, demək burada ən üstəgəl də yerlik haldır. Kimdə istedad var? Şeir söyləyəndə. Nə zaman söyləyəndə yox, kimdə söyləyəndə. İsimləşmiş feili sifət var burada. Cavab olacaq Y variantı. 7-ci suala baxaq. Verilmiş cümlələrdə xəbərlərin ifadə vasitəsinə görə uyğunluğu müəyyən edin. Son dövrün hadisələri Tağı bəyi çox narahat edirdi. Narahat edirdi feillə ifadə olunub. Deməli, 1-ə uyğun gəlir Y. Evin səkisi çay daşınan olduğu üçün sürüşkən idi. Sürüşkən idi sifət. 2-yə uyğun gəlir A. Çox idi. Olacaq say. İnsan xəzinədir, kamandır. Çalınmamış və açılmamış sözləri burada təyindir. Birinci növ ismi birləşmə olduğu üçün ayrılaraq təhlil olunur. Ona görə də deməli isimlə ifadə olunmuş olacaq B variantı. 5-də isə insanın özünü tanıması ismi birləşmədir. Demək olacaq C variantı söz birləşməsi. Uyğunluq bu cür oldu. 1Y, 2A, 3D, 4B, 5C. Keçirik 8-ci suala. Fikirlərdən biri səhvdir. Tərkibində qeyri-külli vitsə olan sözlər bitişik yazılır. Xeyr, bunlar defislə yazılır. Səhv variant budur. Mənaca bir-birinə yaxın və ya zid olan sözlər defislə yazılır. Bu doğru fikirdir. Tərəflərindən birinin mənası olmayan sözlər adətən defislə yazılır. Bu da doğru fikirdir. Tərkibindəki sözlərin hər ikisi ayrılıqda məna verməyən sözlər defislə yazılır. Bu da doğrudur. Oğrun, için, məsələn, dizin. Tərkibində tünd açıq sözləri olan mürəkkəb sifətlər defislə yazılır. Bu da doğrudur. Tünd qırmızı, açıq yaşıl və s. Cavab olacaq A variantı. Hansı mürəkkəb adın yazılışında səhvə yol verilib? Bu idarə təşkilat adı, qurum adı düzgün yazılıb, hamısı böyüklə. İkinci də eyni qaydada, hamısı böyüklə. C-də də deməli ölkə adları böyüklə yazılır. D-də adına sözü kiçik olmalı idi. Köməkçi sözlər adına, üzrə, yanında bunlar kiçik olur. Cavab elə bu olacaq. E-də də doğrudur. Təqvimdəki əlamətdar günlər içində gün sözü olanda böyüklə yazılır. Hamısı deməli cavab D variantı. Hansı sözlərdə A səsi sözün orta hecasında uzun tələffüz olunur? Alim, namus, natiq, mahir ilk hecasında uzanma var. Ona görə olmaz. Razı, ramil, mahiyyət, nadinci yenə ilk hecadadır. Negativ ümumiyyətlə uzanma yoxdur. Avropa mənşəli sözlərdə uzanma olmur. Sanitariya Avropa mənşəlidir, yoxdur uzanma. Burada bircə ilahi sözündə var uzanma. O da qanunlara uyğun gəlmədiyi üçün götürmürük. Fəlakət, kinayə, nədamət, müşavir. Cavabımız olacaq E variantı. Biri şəxssiz cümlədir. Qorxan gözə çöp düşər. Nə düşər? Çöp. Mübtəda varsa şəxssiz ola bilməz. Keçəlin halını soruşmazlar. Demək, ümumi şəxsli cümlədir, hamıya aid fikirdir. Bizim meşələrdə marallara rast gəlinmir. Rast gəlinmək şəxssiz növ feil olduğu üçün cümlənin xəbəridir deyə o cümləyə mübtəda təsəvvür etmək olmur. Buralarda yaxşı mal tapılmır. Nə tapılmır? Mal mübtəda var. Sizi konsertə dəvət etməyiblər. Burada da olacaq. Onlar qeyri-müəyyən şəxsli cümlə təsəvvür olunur. Cavab oldu C variantı. Hansı cümlədə mürəkkəb zərfliyin əlavəsi var? Küləyə sarı sadə zərflikdir. Onun əlavəsi var. Bu olmaz. Məlik Məmmədin şəklini, üçüncü növün aslı tərəfinin əlavəsi var. Olmaz.
Ağdam sözü sadə zərflikdir. Bu da olmaz. Daha doğrusu heç zərflik olmayacaq bu. Ağdamdan köçüb gəlmişdilər. Bu bütövlükdə fe'li birləşmənin asıl tərəfinin əlavəsidir. Ağdamdan Qarabağın dilbər güşələrindən birindən. İtqapan kəndi Novruzəlinin torpağı. Bu mübtədanın əlavəsidir. Onlar Mətbuat prospektində mürəkkəb zərflik budur. Bakı Dövlət Universitetində, bəli. Bunun əlavəsi var. Doğrudur, Y variantı. Hansı cümlədə uzlaşma əlaqəsi mənsubiyyət şəkilçisi ilə formalaşıb? Otaq səliqəli və təmizdir. Burada uzlaşmanın göstəricisi xəbərli şəkilçisidir. Çünki mübtəda və xəbər arasındadır. Otağın qapısı çırpıldı. Otağın qapısı üçüncü növ ismi birləşmə və burada uzlaşma əlaqəsi var. Doğru cavab elə bu olar. C-də ümumiyyətlə uzlaşma yoxdur. İkinci, üçüncü növ ismi birləşmə də yoxdur. Mübtəda yoxdur ki, xəbərlə uzlaşsın. Su axar, çuxurunu tapar. Burada mübtəda xəbər var. Onlar arasında ümumiyyətlə şəkilçi yoxdur uzlaşmada. Ar, zaman şəkilçisi ilə bitib söz. Uzlaşmanın göstəricisi yoxdur. Həm də bizə deyir ki, mənsubiyyət şəkilçisi olsun. Qorxan gözə çöp düşər. Çöp mübtəda düşər xəbər. Yenə də burada qrammatik göstəricisi yoxdur uzlaşmanın. Olsaydı da mənsubiyyət yox, xəbərlik ola bilərdi. Çünki xəbərlə mübtəda arasındadır. Bu da olmaz. Cavabımız B variantı. Hansı cümlədə tabisizlik əlaqəsi var? Stəkanı ovcunda sıxıb, kirpiklərini endirib, onu buradan getməyini gözləyirdi. Deməli, zərfliklərin həmcinsliyi var burada. Həmcins zərfliklər arasında tabisizlik əlaqəsi var. Digər heç bir variantlarda bərabər hüquqlu üzvlər, sadalanan sözlər və yaxud da bərabər hüquqlu cümlələr olmadığı üçün heç bir cavab uyğun gəlmir. Cavab A variantıdır. 15-ə baxaq. Hansı cümlədə ki, ədatdır? Burada elə bil ki, bütövlükdə bənzətmə bildirən modal sözdür. B variantında o elə sanır ki, vergül gəlib və iki cümləni bağladığı üçün tabellik bağlayıcısıdır. Kim ki öyrənməyi bilmirsə ar. Bağlayıcı sözlərdən sonra gələn ki, ədat olur. Burada da kim bağlayıcı söz işlənib və ki, burada ədatdır. D-də yenə də iki cümləni bağladığı üçün tabellik bağlayıcısıdır. E-də isə güman ki, bir yerdə modal sözdür. Cavab C variantı. 16-cı sualda deyir ki, verilmiş cümlədə zərfin hansı məna növləri işlənib? İrəlidə bir delfin üzür. İrəlidə yer zərfliyi, zərf deyir. Bəli, nitq səsi olaraq da zərfdir. Bir də ara bir zaman. Deməli, yer və zaman olacaq. Cavabımız B variantı. 17-ci sualda hansı sözü həm təsdiqlənən feil, həm də düzəltmə sifət kimi düşünmək olar? Sən də yardan yaralısan. Bunu ancaq sifət kimi düşünmək olur. Yaralı sifəti kimi. Gözəl, sevimlidir, cəllad olsa da. Burada cəllad olsa, feil bir dənə budur və o da sifət kimi düşünülmür. Ömrümüzü əməlinlə bəzərsən. Nə edərsən, bəzərsən, bəzəyərsən sözüdür. Şeirlərdə bu formada biz bunu görürük. Bəzəyərsən deməkdir. Gül çiçəkli çəmənlərdə gəzərsən. Nə edərsən, gəzərsən. Burada da feildir. Sifət kimi düşünülə bilmir. Yaylaq, bizim yaylaqlara bənzərsən. Bənzər sözü bir qeyri-qəti gələcək zaman kimi düşünülə bilər. Bir də oxşar mənasında sifət kimi. Bənzər, yəni bir-birinə oxşayan, oxşar mənasında. Cavab olacaq Y variantı. 18-ci suala baxaq. Hansı cümlələrin son sözündə cəmi bir şəkilçi işlənib? Səbrim yaman tükəndi. Tükənmək sadə sözdür və bir şəkilçi var burada. Saçlarım vaxtsız ağardı. Ağdan ağar, bir leksik, bir qrammatik. Bizə sadəcə şəkilçi deyir, leksik, qrammatik demir. Burada 2 dənə oldu. Burada 1 dənə oldu. Meydanın ortasında ocaq qalandı. Qalamaqdan qalanmaq, bir də demək 2 şəkilçi var. Onun bu halını görüb uğundu. Uğunmaq sadə söz, bir şəkilçi var burada. Bitəndi.
bit, bitən, iki qrammatik şəkilçi var. Bizə lazımdır bir şəkilçi olanlar, 1 və 4-cü variantlar. Cavab 1-4. 19-cu suala baxaq. Yaşarırdı və yaşayırdı feilləri haqqında hansı fikir səhvdir? Hər ikisində bir leksik, 2 qrammatik şəkilçi var. Yaşdan yaşarmaq yaranır. Yaşarmaqdan ır qrammatik zaman, d hissəcik. Yaşayırdı sözünə baxaq. Yaş ismindən deməli yaşamaq feili yaranıb. Y bitişdiricidir. Ir zaman yenə də d hissəcik. Hər ikisində bir kök, bir leksik, 2 qrammatik şəkilçi var. A variantı doğrudur. Hər ikisi düzəltmə doğrudur. Hər ikisi təsirsiz feildir. Baxaq. Yaşarırdı. Nəyi yaşarırdı? Olmur. Təsdiq hallı söz tələb edə bilmir. Ona görə bu olmaz. Təsirli feil olmaz. Yaşayırdı. Nəyi yaşayırdı? Məsələn, həyatı yaşayırdı. Bunu işlədə bilirik təsirli feil kimi. Təsirli hallı sözlə əlaqəyə girə bilir. Deməli, səhv variant budur. C variantı. Hər ikisi indiki zamandadır. Ir. Hər ikisi indiki zaman. Bu doğru fikirdir. Hər ikisində vurğu 3-cü hecadadır. Bəli, hissəcik vurğu qəbul etmədiyi üçün zamanın üzərindədir vurğu. E də düzdür. Cavab C variantı. 20-ci suala baxaq. Biri feili bağlamanın zərflə ortaq xüsusiyyəti kimi götürülə bilməz. Hərəkətin zamanını bildirə bilir, səbəbini də bildirə bilir, miqdarını da bildirə bilir, tərzini də. Feili bağlamalar hərəkətin bir yerini bildirə bilmir, bir də məqsədini bildirə bilmir. Cavab olacaq D variantı. Sınavın izahı bu qədər. Ümid edirəm faydalı olur sizin üçün. Faydalı olursa videonu bəyənib rəy yaza bilərsiniz. Növbəti videolarda görüşərik.